Aleyküm ve rahmetullah. İbadallah, usikum ve nefsi bi tekvallah. Əziz müminlər, günlərin seyyidi cümə günündə, məkanların alisi Allah evində əvvəla özümü və sizləri ilahi təqvaya riayət eləməyə dəvət edirəm. Allah mütəal bizləri təqvalı yaşamaqda müvəffəq eləsin inşallah. Artıq Şəvval ayı bitmək üzrədir. Şəvval ayının sonuncu günlərini yaşayırıq və qarşıdan iki əzəmətli ay, Zilqədə ayı və Zilhiccə ayları gəlir. Həm Quran-ı Kərimin 4 haram ay buyurduğu aylardandır bu iki ay ki, bilirsiniz, 4 haram ayın 3'ü ardıcıl gəlir. Zilqədə, Zilhiccə və Muharrəm ayları, biri Rəcəb ayıdır. Bu ardıcıl gələn bu haram aylar ki, Zilqədə və Zilhiccə aylarıdır. Eyni zamanda böyük irfan alimləri buyurmuşlar ki, mənəvi yüksəlişdə bu iki ay çox mühümdür. Bu iki ayda insanlar istifadə eləməlidirlər, dəyərləndirməlidirlər və öz halları ilə bu iki ayda çoxlu məşğul olmalıdırlar. Əlbəttə, bu iki ayın birinci ayı, Zilqədə ayı 30 gün və ikinci ayın Zilhiccənin 10 günlüyü xüsusi əlamətdar günlərdir ki, sonuncu günü də Qurban bayramı ilə tamamlanır. Bu 40 günlüyə Ərbəini kəlimiyyə deyilib. Yəni, kəlimiyyə Həzrət Musa əleyhissalama işarədir. Kəlimullah da Həzrət Musa əleyhissalam. Yəni, Həzrət Musaya bəxş olunmuş 40 günlük. Çox əzəmətlidir. Quran-ı Kərim bu 40 günlüyün barəsində buyurur və va'adnə Musa sələtinə leylətən və ətməmnəhə bi əşrin. Biz Həzrət Musaya 30 gündən vədələşmişdik. Zilqədə ayının 1-dən 30-na qədər. Və ətməmnəhə bi əşrin və ona 10 gündə əlavə elədik. Üstünə 10 gündə gəldik. Zilhiccə ayının 10 günlüyü ki, Qurban bayramı da onun 10-cu günündədir. Fətəmmə miqat rabbihi 40 leylə və biz o 30 günü 40 günlə tamamladıq. Ona görə də böyük əxlaq alimləri, ustadlar deyiblər ki, bu günlərdən xüsusi olaraq istifadə olunmalıdır. Bir məsələ deyim ki, Seyyid ibn Tavus Zilqədə ayının barəsində yazırlar, bu ay duaların məxsus qəbul olan ayıdır. Yəni, hər kimin nə müşkilləri var, hacətləri var, istəsələr bu ayda onları Allahdan ala bilərlər öz istəklərini. Xüsusi əzəmətli günlərdir. Və bu ayın bazar günü, ilk bazar günü ümumilikdə haram ayların 4-ünə də aiddir bu namaz. Bir dənə namaz deyib ki, hacətlərin qəbulu və günahların bağışlanması üçün çox mühüm bir namazdır. Zilqədə ayı daxil oldu. İlk bazar günü bu namazı müminlər bacarsız qılın. Günün istənilən vaxtında Zilqədə ayının namazını qılıram niyyəti ilə bu namazı qılın. Bu namaz 4 rükətli namazdır. 2 dənə 2 rükətli sübh namazı kimi namazdır. Bir həmd, 3 qulhuvallah, bir nas və bir fələqlə qılınır. Hər rükətdə bir həmd, 3 qulhuvallah, İxlas surəsi, bir nas və bir fələq surələri oxunur. 2 dənə 2 rükət namaz bitəndən sonra 70 dəfə istiğfar edilir. Əstəğfirullah və ətubu iləh zikri deyilir. 70 zikirdən sonra bir dəfə La havlə və la quvvətə illə billahil aliyyul azim zikri deyilir. Onun ardıca bir cümlə var. Bu cümləni möminlər yaddaş eləsinlər, yadda saxlasınlar və bu cümlə onun ardıca deyilməlidir. Ya əzizu, ya qəffar, ey əziz olan Allah, ey bağışlayan Allah, İğfirli zunubi və zunubə cəmi'il mümininə vəl müminat. Allahım, mənim günahlarımı bağışla
və bütün mümin kişilərin və müminə xanımların günahlarını bağışla. فَإِنَّهُ لَا يَغْفِرُ الذُّنُوبَ إِلَّا أَنْتَ. Çünki səndən başqa heç kimin bağışlanmaq qüdrəti yoxdur, bağışlamaq qüdrəti yoxdur. Yalnız və yalnız bağışlayan sənsən. Bu namazdan sonra deyiblər ki, insanın günahları bağışlanar və hacətlərini Allahdan istəyə bilər. Və bu ayda 3 gün ardıcıl oruç tutmaq tövsiyə olunub. Həftənin 4-cü, 5-ci və 6-cı günləri, cümə axşamı, cümə günü və şənbə günü ardıcıl bu ayda hər kim 3 gün oruç tutsa, hədislərimizdə keçir 900 il ibadət savabını Allah o bəndəsinə bəxş edir. Xüsusi günlərdir. Və Zilqədə ayının əlamətdar hadisələrindən də biri budur ki, Zilqədə ayının ilk günü İmam Musa Kazım əleyhissalamın əziz qızı xanım Fatıma Məsumə salamullah əleyha dünyaya gəlib və Zilqədə ayının 11-də Həzrət İmam Rıza əleyhissalam dünyaya gəlib. Bu aradakı 10 günlüyə xüsusi önəm verilib və bu 10 günlüyün barəsində deyilib ki, bu 10 günlük duaların qəbulu üçün, ibadət və itaət üçün xüsusi günlərdir, əzəmətli günlərdir. Ona görə də, əziz müminlər, bu günləri fürsət bilsinlər və bu günlərdən xüsusi olaraq istifadə eləsinlər. Xanım Məsumə salamullah əleyha İmam Musa Kazım əleyhissalamın ilk qızı idi və onun dünyaya gəlişinin əlamətdar olması 2 səbəbdən idi. Həm imamın evladı dünyaya gəlirdi və həm də çoxlu şübhələr var idi o zamanda. Çünki İmam Sadiq əleyhissalam hələ xəbər vermişdi ki, Yaqub Sərrac adlı bir şəxsi ki, İmam Musa Kazımın bir oğlu və onun ardıca Fatıma Məsumə adında bir qızı dünyaya gələcək. İmam Rıza əleyhissalamın dünyaya gəlişindən 25 il keçmişdi və bu evlad dünyaya gəlmirdi və artıq müminlərdə bəzi şübhələr yaranırdı ki, bu imamın vədi gerçəkləşmədi. Və əlbəttə 25 il sonra xanım Məsumə salamullah əleyha dünyaya gəlib. Və İmam Musa Kazım əleyhissalamın ondan sonra neçə dənə də qızları dünyaya gəlib ki, Allah həmd sənalar olsun ki, onlardan da bir neçəsi bizim vətənimizi zinətləndiriblər gəlişləri ilə və bugün də qəbr şərifləri vətənimizdədir ki, Bibi Heybət piri kimi tanıdığımız pir ki, sənədi iləndir və bir neçə də ziyarətgahlar var ki, İmam Musa Kazım əleyhissalamın qızları dəfn olunduğu yer kimi tanınıb xalqımızın içində. Bu da bizim üçün bir fəxarətdir və bir neymətdir. Və xüsusi bunu qeyd edim ki, əzizlərim, neymətin də qədri bilinməlidir. Təəssüflə mən bu məsələni qeyd edirəm ki, biz bəzən əlimizdə olan neymətlərin qədrini bilmirik və Qiyamətin günündə buna görə biz hesab kitab olunacaq ki, imam balası bizim şəhərimizdə dəfn oluna, bizim ölkəmizdə dəfn oluna, amma biz vaxtında gedib onu ziyarət eləməyək, onlarla ünsiyyət qurmayaq, hacətlərimizi orada istəməyək, bir mənəvi halımıza orada diqqət eləməyək ki, bu xüsusi bir diqqət olunmalı məsələlərdəndir. Xanım Məsumə salamullah əleyhanın əzəməti barəsində mən bunu deyərdim ki, Xanım Məsumə salamullah əleyha yeganə şəxsdir 14 məsumdan sonra onun ziyarətnaməsi məsum deyib. Məsumun dilindən yeganə ziyarətnaməsi deyilmiş xanımdır. Xanım Məsumə salamullah əleyha ki, onun ziyarətnaməsini İmam Rıza əleyhissalam özü deyib ki, bugün əlimizə yetişib və orada xüsusi kəlmələr var ki, xanım Məsumənin məqamını bizlərə tanıtdırmaq üçün. Həmin ziyarətnamədə İmam Rıza əleyhissalam buyurur: "Və ən la yəslubənə ma'rifətəkum." Allahdan istəyirəm ki, Allah sizi tanımağı, sizin mərifətinizi bizim əlimizdən almasın. Görün, nə əzəmətli bir məqamı var idi ki, imam deyirdi ki, sizi tanımağı Allah bizə nəsib eləsin. Bir cümləsində imam buyurur: "Ya Fatımətu, işfə'ili fil cənnə." Ya Fatıma, ya Məsumə,
bizim üçün cənnətdə şəfaətçi olarsan, fə innələkə indəllahi şə'nən minəşşən. Çünki Allah yanında sənin xüsusi bir əzəmətin, məqamın, dərəcən var. Bir imam bu sözü deyir ki, mənim üçün şəfaətçi olarsan qiyamətin günündə. Və hədislərimizdə var ki, qiyamətdə ilk şəfaət edən xanım Fatimə Zəhra salamullah aleyhə olacaq, Peyğəmbər qızı. Onun ardıca Peyğəmbər özü şəfaət eləyəcək, Qur'an şəfaət eləyəcək, imamlar şəfaət eləyəcək, ardıcıl olaraq. Deyir, sonuncu şəfaətçi qiyamət səhnəsində gələcək xanım Fatimə Məsumə salamullah aleyhə. Olar ki, o şəfaətən hələ nail olmayıblar. Onlar üçün də xanım Məsumə salamullah aleyhə şəfaətçi olacaq ki, biz də təvəssül edirik o əzəmətli şəxsiyyətə ki, bizlərin də barəsində qiyamətin günündə şəfaətçi olsun və Allahdan istəyirik o əzəmətli şəxsiyyətin Allah dünyadakı o darıxdığımız nurani hərəminin ziyarətini tezliklə bizlərə nəsib eləsin və o xanımın ehtiramına hər yerdə möminlərin müşkilləri var, çətinlikləri var. Xüsusən mən bura gəlməmişdən öncə bir çox möminlər məndən iltimas ediblər, dua istəyiblər. Xanım Məsumə salamullah aleyhanın ehtiramına onların hər birinin müşkillərinin həll olmasını Allah mütəaldan təmənna edirik.